Əziz izləyicilər, növbəti bir mənzildən hamınızı salamlayıram. Bu günləri Yeni Yasamalda 77 nömrəli avtobusun son dayanacağındayıq. Burada ərazinin ən keyfiyyətli binalarından birindəyik. Qanuni 3 otaq, 102 kvadrat ümumi sahəsi olan bir mənzildəyik. Hal-hazırda mənzilin mətbəx hissəsindəyik. Mətbəxdən mənzilin eyvanına keçid mümkündür. Mətbəx mebelində görürsünüz, quraşdırılıb. Gördüyünüz bütün əşya və texnikalar hamısı qalacaq qiymətə daxildir. Qiymət haqqında da videonun sonunda məlumat verəcəm. Xahiş olunur videonu sona qədər izləyəsiniz. Mənzilimiz tam yel çəkər bir mənzildir. Qanuni 3 otaqlı giriş qapımızı görürsünüz. Daxil olduqda giriş qapıdan sol tərəfdə güzgülü qardırop şkafı yığılmış şəkildədir. Sağ tərəfdə mənzilin sanitar qovşağı yerləşir və lazım olan bütün hamam tualet aksesuarları ilə təmin olunmuş şəkildədir. Sanitar qovşaq, mətbəx və dəhliz hissənin döşəməsi qranit, mərmər və isti poldan ibarətdir. Mətbəx hissəni sizlərə az öncə göstərdim. Gördüyünüz kimi belə bir geniş sahəyə malik mətbəx hissəmiz yerləşir. Burada mənzilin qonaq otağını görürsünüz. Qonaq otağımız da olduqca geniş sahəyə malikdir və burada da olan bütün əşyalar hamısı qalacaqdır. Mənzilimiz yeni təmir olunub, təmirdən sonra yaşayış olmayıb mənzildə. 12 mərtəbəli yeni tikili qazlı kupçalı binanın 10-cu mərtəbəsində yerləşir. Tam yel çəkər bir mənzildir. Mənzildə 2 eyvan mövcuddur. Biri mətbəx hissədən, digəri isə bu yataq otağından keçmək mümkündür. Gördüyünüz kimi burada ikinci eyvanımız yerləşir. Bu otağımız da normal ölçüdədir, kifayət qədər genişdir, rahatlıqla mebellərinizi, əşyalarınızı bura yerləşdirə bilərsiniz. Qeyd etdiyim kimi sənədlər tam qaydasındadır, kupça çıxarış mövcuddur, əldədir. Mənzili həm nağd şəkildə ala bilərsiniz, həm də ipoteka yolu ilə ala bilərsiniz. Təbii ki, ipotekanız təsdiqləndikdən sonra. Burada isə mənzilin 3-cü otağı olan 2-ci yataq otağı yerləşir. Gördüyünüz kimi burada normal ölçüdədir, kifayət qədər geniş sahəyə malikdir. Mənzil haqqında ümumi məlumat verir. Mənzilimiz yerləşir Yeni Yasamalda Albalı uşaq bağçasının yanı 77 nömrəli avtobusun son dayanacağında yerləşir. 12 mərtəbəli yeni tikili binanın 10-cu mərtəbəsində qanuni 3 otaq, 102 kvadrat ümumi sahədən ibarətdir. Sənədlər tam qaydasında, kupça çıxarış mövcuddur, əldədir. İstilik sistemi kombidir, batareyalar da otaqlarda yerləşdirilib. Mənzilin qiyməti 218 min manat start qiymətdir. Real alıcıya mənzilə baxdıqdan sonra endirim olunacaqdır. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə görüşənədək.